Ayasofya'dakı Ramazan ayı boyunca Quranın oxunması ilə bağlı Türkiyə hakimiyyətinin qərarı qəbul edilməzdir. Bu sözləri Yunanistan Azərbaycandakı səfiri Dimitros Tsonkas deyib. O bildirib ki, İstanbuldakı müqəddəs Sofya kilsəsinə hörmət edilməlidir. Ayasofya məscid deyil, o xristiyan məbədidir. UNESCO tərəfindən muzey kimi qeydiyyatdan keçib. Biz onun yalnız muzey kimi istifadə edilməsini istəyirik. Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç isə deyib ki, Yunanistan hökuməti Afinada illərdir ki, məscidin inşasına icazə vermir. O, Qərbi Trakiyadakı türk azlığının dini hüquqlarına davamlı müdaxilə edən Yunanistanı ağıllı davranmağa dəvət edib. 15-ci əsrdə Osmanlı İmperiyası dönəmində Ayasofya kilsəsi məscidə çevrilib. Lakin 1935-ci ildə Atatürk məbədin türklər və xarici turistlər tərəfindən rahat ziyarət edilməsi məqsədi ilə kilsənin muzey kimi fəaliyyət göstərməsi barədə fərman imzalayıb.